Yaratdığı bənzərsiz obrazlarla tamaşaçıların yaddaşına əbədi həkk olunan Azərbaycan Kinematografçılar İttifaqının İdarə Heyətinin sədri, dövlət mükafatı laureatı Şöhrət, Şərəf və İstiqlal ordenli xalq artisti Rasim Balayevlə martın 30-da Dövlət Akademik Milli Dram Teatrında vida mərasimi keçirilib. Vida mərasimində baş nazir Əli Əsədov, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər. Mərhumun cənazəsi Akademik Milli Dram Teatrının matəmsayağı bəzədilən səhnəsində postament üzərinə qoyulub. Postamentin ətrafında Azərbaycan Prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, dövlət və hökumət təşkilatları adından əklil düzülüb. Xalq artisti Rasim Balayevin həmkarları, dostları, tanınmış mədəniyyət və incəsənət xadimləri, mərhumun sənətini sevənlər teatrın binasına gələrək unudulmaz aktyora son borclarını veriblər. İnsanların yukarı tələbi daha yüksək. Yolunuzdan daş kəsək təmizlənmiş.